Salamlar. Sağ-sol qol altına bəzi xanımlar çox çətinlik çəkir təmizləməyə. Bizim bir videomuz var qol altı haqqında, amma bir qolu manual, bir qolu bandaj üsulu elədiyimizə görə, sizin xahişinizə görə hər iki qol altını manual üsulla göstəririk. Dezinfeksiyadan sonra prisipkalıyırıq. Prisipka mütləq edin. Çünki biraz nəm olarsa çox çətinlik çəkə bilərsiniz. Ümumiyyətlə nəm olmamalıdır. Mənim artıq əlim öyrəşikli olduğuna görə orta yumuşaq pasta işlədirəm. Orta yumuşaq pastanı isitməmişəm. Bu otaq temperaturunda bu cürdür, yumuşaqdır. Götürürəm və bədənimə dəyəndə pastam biraz daha yumuşamış olacaq. Yeni başlayan xanımlar, biraz çox çətinlik çəkməyəsiniz deyə təzə götürdüyünüz pastanı qabdan tükün üstünə qoymayın. Biraz qıraqda test edin, görün, bir şey alınacaqmı sizdə? Yəni, indicə qabdan götürdüyünüz pasta hələ ola bilsin ki, biraz sözə baxmaz. Ola bilər. Ona görə qabdan götürdüyünüz pastanı işə öyrəşdirin, əvvəlcə qıraqda, tük olmayan yerdə. Yəni, bunu qolunuza da eləyə bilərsiniz. Problem yoxdur. Fikir verirsiniz, çətin gedir biraz. Çünki hələ soyuqdur. Mənim bədənimin temperaturu pastanı başlayır əritməyə. Artıq yavaş-yavaş keçirəm tükün üstünə. Basıram, saxlayıram. Nəyə görə? Çünki pasta bayaq dediyim kimi soyuqdur. Bir neçə dəfə yayıram. Çünki tüklər hamısı yapışmaya bilər. Yuxarıdan görürsünüz, ətimi dartmışam yuxarı. Yuxarıdan dartın. Qol altı çətin yerdir. Ha tərəfə sizə rahatdırsa, orada yayıb dartın. Adətən birinci qol altıma eləyəndə pasta çətin gedir. İkinci qol altıya çatanda artıq daha rahat yayılır. Get-gedə əriyə-əriyə gedir. Hiss edirəm ki, artıq daha yaxşı yayılır. Tüklər çox uzundursa, sürətli yaymayın. Yoxsa yola bilərsiniz. Bu sizə diskomfort yaşada bilər. Adətən bir çox xanımlarda qırxılmış tük olduğundan çox ağrılı olur ilk dəfələr. Mən indi demək olar hiss eləmirəm işini. Çox yüngül keçirməyim üçün. Çünki artıq uzun illərdir mən qırxmıram qol altımı. Əvvəllər əlbəttə ki, çox qırxmışam. Bir şey qalıb. Burada bir şey qalıb. Biraz uzaqdadır güzgü. Bu orta yumuşaq pasta üçün ölürəm. Super pastadır. İsitmək lazım deyil və çox da axmır. Əla pastadır. Bir şey var. Təmizdim. Peki burada var nəsə? Elə yadımda qaldı ki, nəsə burada var. Zəng çalır. Çox pis vaxtda. Bir şey qalmadı. Əlinizi dəyişmək üçün. Burada xanımlar biraz çətinlik çəkirlər. Bu əlimiz biraz yapışqan olub, eybi yox. Salfetka ilə onu mühafizə edə bilərik. Bədənimizi çirklətməsin deyə. Aha, bayaq həyəcanlanmışam. Artıq biraz tər yaranıbdır. Eybi yox, biz telefonda cavab verək. Batmasın deyə. Yəqin ki, yuxarıdan aşağı dartacağım. Yaxşı görsənir hər şey. Yeni başlayan xanımların çoxsunun, əksəriyyətinin problemi odur ki, pastalarını bir neçə dəfə yaymırlar. Bir neçə dəfə yaymayanda tüklər yapışmır yaxşıca. Əsasən də qısa tüklərdən söhbət gedirsə. İndi deyəcəksiniz, niyə görə mən bu qədər uzatmışam tüklərimi?
Bunun səbəbi odur ki, mənim tüklərim o qədər nazik idi ki, kamerada bir şey görsənsin deyə məcbur uzatmışam. Yoxsa kamerada balaca tüklərimi siz ümumiyyətlə heç nə görməyəcəydiniz. Ona görə düşünməyin ki, sugaring yalnız uzun tükləri götürür. Qısa tükləri də çox yaxşı götürür, problemsiz. Çox heyif ki, mənim qalın tüklərim yoxdur. Mən sizə qalın və qısa tükləri öz üzərimdə göstərə bilmirəm. Model düşərsə, əlbəttə, qısa və qalın tükləri onu da göstərərik bir gün. Əgər sizi burada həyəcan basır və siz paralel olaraq təriyirsinizsə, tez-tez prisipkalayın və salfetkalayın dərini. Əsasında bikinidə. Bikinidə çox nəm bölgə olduğuna görə ola bilsin ki, tez-tez bikini nəmlənsin və pastanız özünü pis aparsın. Pasta çünki şəkər bilirsiniz, suya dəyincə başlayır əriməyə, konsistensiyası pozulur və əsasən də yeni istifadəçi, pastanın bu xasiyyəti ilə tanış olmayan istifadəçilər əziyyət çəkir. Mən tərləməmişəm, pastam korlanmayıb, çox yaxşıdır. Haradasa nəsə qalıb. Sugaringin nə yaxşıdır ki, eyni yeri dəfələrlə eləyə bilərsiniz. Voskla bunu eləmək mümkün deyil. Yəni, eyni yerə qayıda bilərsiniz. Qalıqlarımızı problemsiz götürürük. Sugaring nəyə görə bir də sevirəm ki, yapışqanlıq qalmır voskdakı kimi. Sugaringdə ümumiyyətlə heç bir yapışqanlıq qalmır. Nəsə qaldı qızlar? Fikir verirsiniz, dəfələrlə eyni yeri etmək mümkündür, problemsiz. Nəsə var burada? Var mı bir şey? Göstərin, parmaqla göstərin. Yetər ki, göstərin. Məndə otaqda kondisioner işləyir və temperaturumuz 24-25 dərəcədir və orta yumşaq pastam əla işləyir. Özüm baxacam. Nəsə varmı? Kamerada yaxınlaşdırın. Aha. Bircə dənə burada tük gördüm. Bircə dənə balaca tük. Heç bir tükə şans vermirik. Getdi mi? Qoltuqlarımın altı tərtəmiz və fikir verirsiniz, heç bir yapışqanlıq yoxdur. Pastam özünü gözəl hiss eləyir, super hiss eləyir. Həm yapışır, həm dərini tutur. Yaxşıdır, yəni bununla çox hələ davam etmək olardı. İndi mən əlimi ilıq su ilə yuyacam və bitirəcəm, yağlayacam. Və bitirdikcə yağlayırıq. Bəzi insanların dərisi çox həssasdır. Yağlasa belə səpki olur. Ona görə də mən belə məsləhət görürəm. Yağlayandan sonra bir neçə saatdan sonra həmən depressiya olmuş nahiyəni spirtləyin. Bu sadəsiz spirtdə də ola bilər, sadə spirtdə ola bilər. Əgər belə bir probleminiz, səpki probleminiz varsa, bunu edə bilərsiniz. Nə sualınız varsa buyurun. Həmişə hazıram. Çox sağ olun.